Kızlar, deməli artıq evə gəldi və sizə bunu göstərmək istəyirəm. Görək kim qalib olacaq bu videoda biləcək. Yekun məbləğ 357.28 manat. Burada da baxa bilərsiniz. Bu bizim marketdən aldıqlarımızı və nələr almışıq, indi onları sizə göstərmək istəyirəm. Kim qalib oldusa təbrik edirəm. Metropoldan 2 nəfərik səhər yeməyi qazandı məndən. Gedərsiniz, nuş eləyərsiniz, mənə də təşəkkür eləyərsiniz. Alışverişlərimdə belə hədiyyələr çox olacaq. Ona görə kanalıma abunə olmağı, yorum yazmağı və like eləməyi unutmayın. Arada başqa necə videolar çəkməyimi istəyirsə onu da yazın. Və onu da demək istəyirəm ki, sizlərə başqa hədiyyələrim də olacaq. Ona görə məni izləmədə qalın. Qalant pendir aldıq. Daha sonra belə bir borş aldıq. Belə bir sosis aldıq. Bundan 2 dənə almışam. Sonra belə bir zeytun aldıq. Sonra belə mayonez və bananlı milkshake aldıq Millanın uşaqlara. Galina Blanca almışam 2 dənə. Bir dənə də. 2 dənə kraks almışam. Sonra belə bərməşil. Uşaqlar üçün belə peçenya. Sonra belə rasiski sır. Pendirlər, sarı pendirlər. Yer kökü uşaqlarım çox sevirlər. Yuram, qəşəng qoyuram qabaqlarına. Elə də qəşəng yeyirlər ki, çox bəyənirlər. Millanın belə qatığın. Ketçap. Aytən məsləhəti ilə belə bir Bestanın düysünü aldım. Bilmirəm necə çıxacaq. Pis çıxsa demişəm Aytən pulun verəcəksən. Sonra belə bir xurma aldıq. Sonra belə bir Ankaranı dəyişdirdik. Sənə bunu aldı bu səfər. O yerlərini çəkə bilmədim. Üzrü sayın. Sonra pizza üçün priprava. Belə bez rolon şəklində. Doritos çipsi. Mən çipsi yemirəm, amma uşaqlar sevirlər. Yəni, yeyəndə də Doritos yeyirəm normalda, amma çox gec-gec yeyirəm də. Heç nəfsim də çəkmir çipsini. Amma uşaq vaxtı, bəlkə uşaq vaxtı o qədər Pepsi, Lays yeyib içmişik ki, düzü Pepsi'dən, koladan vazgeçməsəm də çipsini elə də, yəni görməsəm gözüm axtarmaz çipsini. Sonra belə bir şey aldım. Bəlkə də bunlar deyəcəksiniz, ziyandır, harada ziyan şey var, onları alırsan, amma sevirəm də, neynəmək olar. Sonra belə bir şey, sonra belə ədviyyatlar və bu keçən səfər də almışdım, çox qəşəngdir, yeməkləri qəşəng dadı verir. Bir dənə də manqal üstü sosis uşaqlarımın vazgeçilməzi. Sonra belə bunu da qoyuram qaba, qəşəng yeyirlər. Sonra belə tomat pastası, Twix şokolad, komili, qarğıdalı yağı, iki dənə beloçka. Dedim axı sizə çox duzludur deyə ləzzət edir mənə. Ən duzlu da budur deyə ancaq bundan çıxlayıram. Beloçka, duy səsimi mənə bir 2 korobka falan göndərin də. Bundan götürdüm abur cubur uşaqlara. Əvvəl kilo ilə çəkilmiş şokoladlar almırdım, abur cuburlar alırdım da. Amma indi gördüm ki, o çox rasxodludur da elə alanda. Məsələn, Snickers'in özün falan alanda. İkisini özün alırsan, Mars'ın özün alırsan daha çox pul çıxır. Amma belə kilo ilə alanda daha yaxşı olur. Ona görə şokoladları artıq kilo ilə alıram. Məsələn, bu şokoladlardan almışdım keçən səfər. Heç yeyilmir də. Burada qalıb, baxın. Uşaqlar ağızlarına vurublar, qoyublar. Bura yeyilmir. Heç mən də yeyə bilmirəm. Belə. Ona görə şokoladları da belə seçirəm. Bir dəfə hansınsa yemiriksə onu almıram. Hansılar yeyilirsə, hansılar uşaqlar sevirsə, hansıları özüm yeyirəmsə o şokoladları alıram. 2 dənə belə spagetti aldım.
Sonra bundan aldım. Bundan aldım. Bunda Ayten məsləhət gördü. Ayten pis olsa pulunu alacağım sana. 2 dənə belə tuk-tuk. Yumurta inşallah ki qırılmıyor. Kartoşka. Milvana ağ yumurta. Doymakın unu. Ariel. Neyse şu 7 kilo. Net Domestos. Sonra belə feyri aldım. Yenə belə limonlu çistata. Məsələ bilmirəm nədə aldım. İşlənir feyri aldım. Vəfa xalanın sevdiyi konfetlər. Tuş konfetlər. Belə qubqa. Belə. Bunun adı vermicelli. Vermicelli. Mars şokoladları. Yağ, French Call. Bir dənə də belə. Bizdə ən çox yeyilən bir şey, yəni indi də şkafa atsam, bəlkə 3-4 dənə spagetti makaron var, dəhşət yedik. Sonra belə bir şey aldım, bakliyatlardan. İçərisində belə verməşil də var, belə bulgur da var. Nəsə maraqlı bir şeydir, onun dadına baxacağım. Bu arada onu ilk dəfə almışam, sonra əlcək aldım. Sonra közləmə. Göbələk, 2 ədəd limon, 2 ədəd sarımsaq, salfetlər. Ozmanın şokoladları belə balaca uşaqlarım sevirlər. Sonra Adoş babundan o qədər sevir. Bir qaba töküyüm, belə sevir qarğıdığı. Videonu saxlayıb bunları soyuducuya düzməliyəm. Sonra Mila'nın xaması 20%'lik. Sarı kök, toyuq kebabı üçün ədviyyat. Belə inəkli şokoladlar var. Karova Roşen şokolad. Ay sənə, bunu səhv almışsan? Və bu nədir? Niyə? Və o birisi yaxşı ucuzuydu da. Sonra bir dənə də salfetlər, tutqu, bir dənə də kraks, bir dənə də soba çeşnisi. Sonra yenə Galina Blanca, bir dənə də şokolad, bir dənə şor qaymaqlı. Mila'nın ayranı. Akşam ayran içmeyin, çöpəsiz, yatamayasız. Bir iki dəfə yoxlamışam. Yumru düyü, xiyar, qırmızı duz, Himalaya duzları. Bir dənə də ən sevdiyim belə reyhanlı ayran. Və səhərə bu ikisi də qutaracaq. Uşaqlarım o qədər sevirlər ayranı. Su yerinə ancaq ayran içirlər də. Bir dənə də bundan Mila'nın südü, daha sonra belə xiyar turşusu, kruasanlar, Adoş bəyin sifarişidir, xardal tozu. Bu mənim favori pendirim olur. Sarı pendir, ağ pendir çox sevirəm. Bir neçə müddətdə öküz ürək alıram və çox razıyam. Firma keçən səfər deyəsən başqasını almışdım. Amma bu çox dadlıdır həqiqətən. Öküz ürəyi mütləq alın. Sonra belə kırlangıç, zeytinyağı, natural sızma zeytinyağı. Sonra belə fıstıqlı Snickers tapa bilmədim, bundan aldım. Pomidor və biber və Sleepy ıslak mendil. Aldıqlarım baxın bunlarda hamısı baxın belə. Göstərim sizə. Bu mənim aldıqlarımdır. Bu videonu da burada bitirirəm. Bu videonu bəyəndinizsə və bu videonun davamının gəlməyini istəyirsinizsə, yorumlarda mütləq yazın. Başqa hansı marketlərə gedək, hardan alış-veriş eləyək.
başqa haralara gedib, hansı marketlərə gedib uyğun büdcəyə ərzaqlar ala bilərik və ya siz hardan alış-veriş eləyirsiniz, onu da bizə yazın yorumlarda. Sənan deyir ki, ən münasib olanı bravodur. Siz də fikirlərinizi yazın. Bu videoda da qalibi yorumlardan aşağıdan yazacağım və ona Metropoldan 2 nəfərlik səhər yeməyi hədiyyə eləyəcəm. Bu videonu bəyəndinizsə və ya belə videoların davamının gəlməyini istəyirsinizsə, yorumlarda yazın, kanalıma mütləq abunə olun və videonu like eləməyi unutmayın. Məni bütün platformalardan izləyə bilərsiniz. Instagram, TikTok, Aysel Şükürdür. Aysel.şükür, Aysel.şükürova TikTokdadır. Səhifəmin ikisi də mavi tıklıdır. Məni rahatlıqla tapa bilərsiniz. Digər videolarda da dediyim kimi 70 minlik səhifəm bağlandı YouTube'da. Ona görə də bu səhifəmi yeni açmışam. Dəstəyinizi əsirgəməyin. Yorum yazın, like eləyin və kanalıma abunə olun. Teşekkür ederim. Sağ olun.